Но я призвал футболистов держать голову выше, не расстраиваться. То есть так игра складывалась, что против нас много вещей. Но мы же не можем по этому поводу сейчас плакать, расстраиваться или что. Мы понимаем, что так есть. Qəbələ indiki halda çempionluq mübarizəsində ən yaxın rəqibi olan Qarabağdan 3 xal öndədir. Rəhimə sana dökləri göstərir. Görər Ekberim olduğu üçün yaxınlaşıb ayağından zərbə vurur. Amma hakimi bir sustu. Yəqin ki, qələbələ futbolçularının etirazı niyə maçı bitirilmədiyini idi. Filipovic bombardiriş başında bütün dünyanın